videoma hoş geldiniz. Bugün sizinle bir yerde ne çekiyorum? Başlıklarında gördüğünüz gibi bir günüm vlog. Bu arada bu bir günüm vlog, evvelki vloglar kimi olmayacak maalesef. Daha başka duracak sebebini deyim. Şöyle ben Məntiqə piyadasına yazılmışam. Yani ona hazırlaşmamda. Onun için bu vlogumuz biraz farklı olacak. Ders çalışması daha çok olacak bu vlogun. Hatta istəyirəm bu videoda yəni işlədiyim mövzuları sizə göstəreyim, sizə izah edeyim. Həm siz öyrənin, həm mən. Yəni həm belə həm də dərsə marağım da artar bəlkə. Yəni zaten dərsə marağım var, sadəcə olaraq daha da artar. Yəni sizə mən özümü belə müəllim kimi necə deyim, pis mənada da demirəm. Məsəl üçün bazı uşaqlara falan nəyisə öyrədəndə marağım artır məsəl üçün belə eləməyə. Onun üçün də yani böyle bir şey etmek istedim ki ders okumağa marağım açsın. İndi saat 16:44'dür. Məktəbdən gəlmişəm, artıq tətilə gedirik. Səhər 4-cü gündür və dərs yoxdur. Onun üçün belə bir vlog çəkmək istədim. Neyse uşaqlar, vlogumuza başlayaq. Demək uşaqlar, nə planım var onu deyim. Elə bil ki mən bir dəftər düzəltmişəm, Tokoboka dəftəri. Tokoboka oyunu zaten bilənlər bilir. Onun dəftərini düzəltmişəm, yəni YouTube falan axtarış eləməyə söz gələr də bəlkə də. Bunun konumuzun əlaqəsi o qədər də yoxdur. Mən sinif yoldaşlarıma göstərmişdim onu, həqiqətən çox bəyənmişdilər. Yəni onlara da icazə vermişdim oynamağa. İndi istəyirəm ki onu davam etdirim. Yəni necə? Elə bir ki mən orada düzəltdiyim vərəqləri indi sizə göstərəcəm. Uşaqlar, gördüyünüz gibi ben Tokoboka dəftərində. Bu arada deyim, burası niyə çırıqdır? Çünki bura bu işlə slime eləmişdim, yəni slime onu qopardım. Neyse ilk səviyyədən başlayaq deməli. Bu hissəyə yazmışam Tokoboka dəftəri, pis yazmışam, neyse boş verin. Bura bizim yataq otağımız, böyle bir de kitap var idi. İndi şu an karakterin əlindədir. Buraya yataq otaqda bir dənə belə makyaj masası. Uşaqlar, ışıqla tam yaxşı görünmürdü, belə göstərim. Bir dənə belə makyaj masası, bir dənə belə şkafımız var. Keçək digər səhifəyə. Burada isə kuxnadır, yəni mətbəx. Belə şeylər yapdım burada da. Bu bizim gecemizdir. Bura belədir. Burada dumanlı düşür. Şöyle burada burada qablonumuzdur. Bura elektrikli soba, yani tovkada deyirlər. Bura isə şkafdır. Size göstərim. Bu, neyse bunu sonra göstərim, qalsın. Keçək digər səhifəmizə. Bu arada bunu 2x qoyacam çünki gez edirəm. Bura bizim yemək yatağımızdır. Belə bir şey çəkmişəm buradan. Bura bizim hamam tuvaletimizdir. Böyle şakalar tık tık tık. Daha sonra bura ise bura ne deyirlər buna? Koridor zal deyim də, buna zal bura. Bu da televizor telmişəm sinema gedir. Böyle bir divan, böyle bir kreslo çəkək. Burada qonaq otağı eləmək istəyirəm, dərk bilməm. Yəni buranı düzəldəcəm. Bir də bu elə getmək istəyirəm. Bura qalsın məncə, hər buranı hazırlayayım yəni. Uşaqlar, mən artıq düzəltdim onu. Düzəltdim. İndi uşaqlar, yəni mən neyim? Mən gedim biraz telefona falan bak. Videonu səhər açacağım. Sağ olun. Hatta ərzimi yudulmayarak falan da göstereceğim. Bay bay. Növbəti gündən hər birinizi salamlayıram. Deməli uşaqlar, indi mən gedib ərzimi yiyəcəm. Saymaq üçün birinci, daha sonra gelib ərzimi yiyəm. Buraya 2x koyayım.
burada koltuğum için biraz pistirdi. Şimdi çay içeceğim. İnşallah biz artık evden çıkarız. Gitmeye yeni sakın. Uşaqlar, biz artıq evə gəldik. İndi mən tətil olduğu üçün özümə bu dırnaqlardan yapışdıracağım. Gəlin sizinlə birlikte yapışdıraq. Baxın, bu super glue, yəni super yapışdırıcı, yəni super clay birlikte biz buna yapışdıracağım. Uşaqlar, mən bu dırnaqları yapışdıranda plastiğine yapışdırmışdım. Çünki bu dırnaqları clay ilə yapışdırsam mən məktəbə gedirəm. Şimdi bunların bakın bu plastiğlerini kopartacağız. Buranı 2 kız koyuyorum. Uşaqlar, artıq dırnaqlarımın hamısını təmizlədim. İndi sizinlə bir yerdə sayacağım. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hamısı buradadır uşaqlar. İndi dırnaq qoymağa başlayaq. Bu arada bayaq dediyim kimi bu clay ilə yapışdıracağım. Anda yapışdırmağa başlayaq. İndi uşaqlar, bir dənə problem yarandı ki, bu claylərin ağzı açıq olmuş, bağlı olur və biz onu kəsməli olacağıq. Belə bir şeydir. Burada bir də nəfəsimin səsi gəlir, çünki bir də mikrofon düz ağzımın içine girir. Uşaqlar, kəsmə aşamasındayıq. Getdik kəsməyə. Kəsək. Uşaqlar, artıq dırnaqlarımı qoymuşam. Sizə yenə asmır eləyəcəm indi. Belə də göstərim, baxın. Belə olub. Bu da baş parmağım. Yerimi də göstərim. Yenə belədir. Mən də çox qəşəng gördüm. Əgər bəyəndinizsə yorumlara yazın. İndi gedib mən nə edəcəm? Nə edəcəm? Gedib biraz... Kanala abone olmayı unutmayın. Sağ olun.